Salam. Hər səhər və ya hər axşam sarıköklü su içməyə dəyərmi? Hamınızı xoş gördüm. Videomu bəyəndiyiniz, paylaşdığınız və səhifəmə abunə olduğunuz üçün hamınıza əvvəlcədən təşəkkürümü bildirirəm. Sarıköklü su çox xeyirlidir. Sarıkökün tərkibində olan kurkumin aktiv bir maddədir. Kurkuminin təsiri bir sıra dərman preparatlarının təsiri kimidir. Məsələn, artritlərdə ağrı-kəsici kimi istifadə olunan ibuprofen kimi təsir göstərə bilir. Və yaxud da reumatoid artritdə, asmada, bağırsaqların qıcıqlanma sindromunda iltihab əleyhinə təsir göstərən prednizolon kimi təsir göstərə bilir. Qanın laxtalanması, tromb əleyhinə təsir göstərən varfarin və aspirin kimi təsir göstərə bilir. Depressiya əleyhinə antidepressantlar kimi təsir göstərir. Sarıkök xərçəng əleyhinə təsirə də malikdir. Xərçəng əleyhinə istifadə olunan kimyoterapiyadakı o dərman preparatların təsiri kimi bir effekt verir. Və eyni zamanda diabet əleyhinə təsiri də vardır. Sarıkök damarların endotelinə effektiv təsir göstərib təzyiqi aşağı salır. Və nəhayət sarıkök göbələk əleyhinə effektiv təsir göstərir. Qəbul qaydaları necə olmalıdır? Artritlərdə səhər, mədə bağırsaq problemi olan insanlarda yeməkdən əvvəl istifadə olunur. Bundan başqa deməli, sarıköklü suyu həm yağlı qidalar ilə, qara istiyotu ilə və yaxud da yemək arası istifadə etmək olar. Hazırlanma qaydası sadədir. Bir stəkan isti su götürülür, buna əlavə edilir yarım çay qaşığı sarıkök, yarım limonun suyu və az miqdarda da qara istiyot. Qarışdırılır və içilir. Sarıköklü suyu qaynar halda içmək olmaz, isti halda içmək lazımdır. Hamınıza can sağlığı arzulayıram, özünüzdən müğayət olun.